Salam, hörmətli tamaşaçılar, əziz futbol həvəskarları. Sport TV-nin efirində növbəti canlı yayımdayıq. Hazırda Palm Sport Futbol Mərkəzindəyik və burada ölkəmizi UEFA Konferans Liqasında təmsil edən Neftçi ikinci təsnifat mərhələsindən mübarizəyə başlayır və hazırda gördüyünüz kimi artıq Dinamo Minsklə maç öncəsi hazırlıqlar artıq start götürüb və sabah artıq növbəti maçına, daha doğrusu ilk maçına çıxacaq Neftçi bu mövsüm Avrokuboklarda. Yoldaşlıq maçlarında qüvvəsini sınadı Ağqaralar, amma elə də uğurlu nəticələr göstərmədilər. Bir daha əgər o oyunlara nəzər yetirsək, Ağqaralar bu görüşlərdə bir qələbə qazanmışdı və 3 maçda məğlubiyyətlə üzləşmişdi. Komanda hazırlığını Sloveniyada keçirdi və 4 yoxlama oyununda qüvvəsini sınadı. Rumıniyanın Çefer Kluj klubuna 1-2 hesabı ilə məğlub oldu. Daha sonra Serbiyanın Partizan klubuna 0-1 və Xorvatiyanın Osijek klubuna eyni hesabla məğlub oldu, amma digər Serbiya təmsilçisi Radnički Niš üzərində 3-0 hesablı qələbə qazandı. Rəqibə gəldikdə isə Dinamo Minsk Avrokuboklardan mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Belarus təmsilçisi bu mərhələdə Şimali Makedoniyanın Silex klubu ilə üz-üzə gəlib. İlk oyunda 0-1 hesabı ilə məğlub olan Dinamo komandası cavab qarşılaşmasında eyni hesabla qələbə qazanıb və 2 oyunun yekununda qalib müəyyənləşmədiyindən komandalar penaltilər seriyasına üst tutdular və burada Dinamo Minsk kollektivi 6-5 hesabı ilə penaltilər seriyasında qələbə qazandı və ikinci təsnifat mərhələsinə yüksəldi. Hazırda Belarus çempionatı da davam edir. Neftçinin rəqibi hazırda formadadır. Komanda keçirdiyi 14 oyunda 10 qələbə qazanıb, 3 bərabərliyi var. Cəmi bir dəfə məğlub olub və 33 xal toplayaraq turnir cədvəlinə başçılıq edir bu komanda. Komandanı Belaruslu mütəxəssis Aleksandr Şaqayko rəhbərlik edir. 45 yaşlı baş məşqçinin rəhbərliyi altında komanda əsasən nizam-intizamlı oyunu və sürətli əks hücumlarla seçilir. İndi isə Belarus təmsilçisinin qarşısında Azərbaycan futbolunun köklü klublarından biri olan Neftçi dayanır. İlk oyun iyulun 22-sində Bakı vaxtı ilə saat 20:00-da Palm Sport Arenada keçiriləcək. Cavab qarşılaşması isə iyulun 30-da Minskdə reallaşacaq. Qarşılaşmanın Hakimlər Briqadası da artıq məlumdur. Bakıda keçiriləcək ilk oyunu Kiprdən olan Hakimlər Briqadası idarə edəcək. Baş hakim funksiyasını FIFA referisi Konstantinos Fellas yerinə yetirəcək. Ona yan xətt hakimləri Marios Kalagirou və Georgis Charalompos kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Konstantinos Nefitov olacaq. Qeyd edək ki, bu cütün qalibi UEFA Konferans Liqasının 3-cü təsnifat mərhələsində Portuqaliyanın Braga və Serbiyanın Železničar komandalar arasında keçiriləcək cütün qalibi ilə üz-üzə gələcək. Hazırda isə Neftçi qarşıdakı vacib qarşılaşmaya hazırlıqlarını davam etdirir. Biz isə Palm Sports Futbol Mərkəzindən canlı yayımımızı yavaş-yavaş sonlandırırıq. Təmsilçilərimizlə bağlı ən son məlumatları qaçırmamaq üçün gözünüz Sport TV kanalında olsun. Hələlik.